Hoş gördük. Aziz izleyicilerim, sizinle bugünkü görüşümüzü efsanevi futbolcu ve məşqçi hem yerlimiz Qurban Qurbanova həsr eləmişik. Bugün her bir Azerbaycanlı Avrupa'da, dünyada xariqələr yaradan Qarabağ Futbol Klubu ile gurur duyur. Qarabağın qələbələri Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. Bu qələbələrin memarı isə Zaqatalalı Qurban Qurbanovdur. Çempionlar Liqasında dünyanın bir nömrəli klub turnirində qazanılan iki parlaq qələbə fantastikadır. Azərbaycan futbolu tarixində inanılmazı reallaşdıran Qurban Qurbanovun bu uğurları bugün dünya mətbuatının diqqət mərkəzindədir. Qazanılan parlaq qələbələrdən sonra Azərbaycan prezidenti İlham Əliyev cənabları komandanı təbrik etmişdir. Təbrikdə deyilir: Danimarka çempionu Kopenhagen Futbol Klubu üzərində inamlı qələbə qazanması münasibətilə Qarabağ Futbol Klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində iki oyunda iki parlaq qələbə əldə edən Qarabağ dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir. Bizə bu sevinci bəxş edən 1972-ci ildə rayonumuzun Aşağı Tala kəndində anadan olmuş Qurban Qurbanovdur. Qurban müəllim futbolcu kimi ilk dəfə Zaqatalanın daşqın komandası heyətində meydançaya çıxmışdır. Onu böyük futbola daşqının məşqçisi, həm kəndisi Şaban Şirvanov gətirmişdir. Qurban müəllim ilk mövsümdə 24 gol vurmuşdur. 1993-1995-ci illərdə Qurban Qurbanov Tovuzun Turan klubu tərkibində ilk dəfə Avrokuboklarda iştirak etmişdir. O sonralar Mesxali Gürcüstan, Kürnur Mingəçevir, Neftçi Bakı, Dinamo Stavropol, Baltika Kaliningrad, Fakir Voronezh klublarında oynamıştır. Qurban müəllim 1996-2006-cı illərdə Azərbaycan yığma komandasının aparıcı oyuncusu və kapitanı olmuş, yığmada 14 gol vurmuşdur. O məşqçilik fəaliyyətinə 2006-2008-ci illərdə Neftçidə başlamış və komandanın baş məşqçisi olmuşdur. Qurban müəllim 2008-ci ildən Qarabağın baş məşqçisidir. Qarabağın bütün uğurları futbolumuzun bu canlı əfsanəsi ilə bağlıdır. O, Çempionlar Liqasının qrupuna komanda çıxaran ilk Azərbaycanlı məşqçimizdir. Qurban müəllim play qaydalarına ən çox əməl edən baş məşqçi kimi dünyada şöhrət qazanmışdır. O, Azərbaycan futbolu tarixində yeganə futbolçudur ki, karyerasının başa çatması ilə əlaqədar onunla vida görüşü keçirmişdir. Əziz izləyicilərim, bir yaradıcı ziyalı kimi Qurban müəllimin uğurları, qazandığı böyük qələbələr həmişə məni sevindirmiş və onunla fəxr etmişəm və çox böyük qürur duymuşam. Və odur ki, mən Qurban müəllimlə əlaqədar olaraq yazdığım kitablarda geniş məlumatlar vermişəm. Bu kitab Zaqatala İdman adlanır və biz burada Qurban müəllimin idmanda qazandığı ilk uğurlar haqqında ətraflı məlumat vermişik. Bu kitab görkəmli şəxsiyyətlər adlanır və biz bu kitabda Qurban müəllim haqqında da ətraflı söz açmış, onun uğurlarından bəhs etmişik. Bu kitab isə biz onlarla fəxr edirik adlanır və bu kitabda biz Qurban müəllimin məşqçilik fəaliyyəti, onun qazandığı uğurlar və Qarabağ klubunun son uğurları haqqında ətraflı məlumat əldə etmişik və təbii ki, bizim sizə danışdıqlarımız, söz açdıqlarımız Qurban müəllimin fəaliyyətinin kiçik bir hissəsini, bir damlanı təşkil edir, bir damla təşkil edir və Qurban müəllimin idman sahəsində qazandığı uğurlarla ətraflı surətdə tanış olmaq istəyən oxucular bəhs etdiyimiz bu kitablardan bununla əlaqədar məlumatlar əldə edə bilərlər. Həmçinin Qurban müəllim rayonumuzun ictimai-siyasi həyatında özdə məxsus yeri, mövqeyi olan Tala kəndində anadan olmuşdur.
Bu kənd Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu kənd 2 general yetişdirmişdir. Bunlardan biri Qafqazda müsəlmanlar arasında ilk ali hərbi təhsil alan general-leytenant Balakişi Ərəblinskidir. İkincisi isə Türkistan dairəsinin rəhbəri olmuş general-leytenant general-leytenant Üzeyir Şabanbəyovdur. Bu kənd həmçinin Azərbaycan ədəbiyyatına Aşıq Dibro kimi bir aşığı bəxş eləmişdir. Aşıq Dibro Azərbaycan aşıqlarının birinci qurultayında iştirak etmiş və mükafatlandırılmışdır. Tala kəndi həm də alimlər kəndi kimi tanınır. Belə ki, bu kənd 50 alim yetişdirmişdir. Onlar həm Azərbaycanın müxtəlif köşələrində, elmi tədqiqat müəssisələrində, ali məktəblərində çalışır, həm də qardaş Türkiyədə fəaliyyət göstərdilər. Yalnız birisinin adını çəkməklə mən bu söhbətə yekun vuracağım. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, okeanologiya üzrə akademiki, Xəzər dənizinin təbii ehtiyatlarının kosmik tədqiq şöbəsinin rəhbəri olan akademik Rauf Qardaşovdur. Həmçinin bu kənd Azərbaycanın ilk idman ustalarından biri olan şahmat üzrə ilk idman ustalarından biri olan Abakarov Cərrahı, eləcə də Azərbaycanın voleybol üzrə ilk idman ustalarından biri olan Padarov Nəziri bəxş etmişdir. Bu kənd həmçinin Azərbaycana, bütün İslam dünyasına Şeyx Əhməd Baba kimi görkəmli bir İslam alimini bəxş eləmişdir. Şeyx Əhməd Baba Türkiyədə Sultan Əhməd camisində həm dərs demişdir. O, İslam dünyasının çox böyük alimidir. Şeyx Əhməd Babanın bizə qoyduğu ən böyük yadigar isə keçmiş SSR-də ən böyük məscid olan Tala məscidi olmuşdur. Bugün Tala məscidi həm tarixi abidə kimi, həm də müqəddəs bir məkan kimi fəaliyyət göstərir. Biz Qurban müəllimə məşqçilik fəaliyyətində uğurlar arzulayırıq. Diqqətinizə görə çox sağ olun.